Riyaziyyat bütün elmlərin şahıdır. Alman riyaziyyatçısı Karl Gauss. Ne kadar elim varsa şahı riyaziyyat sayılır. Ne kadar elim varsa şahı riyaziyyat sayılır. Bu fikri böyük alim Gauss deyib təntənəli. Ölçmələr əsasında qoyulub bu elmin təməli. Sadəlik üçün əvvəlcə öyrənirik dörd əməli. Bunların dördü də ən əsas əməliyyat sayılır. Bunların dördü də ən əsas əməliyyat sayılır. Ne kadar elim varsa şahı riyaziyyat sayılır. Ne kadar elim varsa şahı riyaziyyat sayılır. 10 rəqəm var ki bu da 0 ile 9 arası. Hərəsinin öz obrazı, hərəsinin öz macerası. İkilik kodda sıfırların birlərin sırası. Elektron cihazlar üçün təsnifat sayılır. Elektron cihazlar üçün təsnifat sayılır. Ne kadar elim varsa şahı riyaziyyat sayılır. Ne kadar elim varsa şahı riyaziyyat sayılır. Alınır rəqəmdən etdikdə istifadə ədəd. Ədəd oxunda nöqtəni eləyir ifadə ədəd. Tək ədəd, cüt ədəd, mürəkkəb ədəd, sadə ədəd. Natural ədəd çoxluğunda təminat sayılır. Natural ədəd çoxluğunda təminat sayılır. Ne kadar elim varsa şahı riyaziyyat sayılır. Ne kadar elim varsa şahı riyaziyyat sayılır. Qiymətin dəyişmir Y ədədi, pi ədədi. Görəsən onlardakı sehr nədir, qüvvə nədir? Ki onlar dəyişməyib sabit qalırlar əbədi. Kim açarsa bu sirri böyük mükafat sayılır. Kim açarsa bu sirri böyük mükafat sayılır. Ne kadar elim varsa şahı riyaziyyat sayılır. Ne kadar elim varsa şahı riyaziyyat sayılır.